Konstitusiya və suverenlik ili çərçivəsində Ağcabədi rayonunun ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin hüquq və vəzifələri mövzusunda keçirilən maarifləndirmə tədbirləri davam edir. Növbəti tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və Aran qəzetinin iştirakı ilə aprelin 26-sında Qiyaməddinli və Gələbədin kənd tam orta məktəblərində, aprelin 29-da isə şəhər 12 saylı və Salmanbəyli kənd tam orta məktəblərində keçirilib. Görüşlərdə hər zamanki kimi məktəblərin rəhbərliyi, psixoloqları, uşaq birliklərinin rəhbərləri və 8, 9, 10, 11-ci siniflərin şagirdləri iştirak ediblər. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, sözügedən şöbənin baş məsləhətçisi Sevinç Niftariyeva, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin mama ginekoloqları Familə Məmmədova, İradə Məmmədova, Tünzalə İsmailova və Aran qəzetinin redaktoru Məhsəti Musa keçirilən görüşlərdə şagirdlərlə xüsusi söhbət aparıb, erkən nigaha cəlb edilən şəxslərin qarşılaşa biləcəyi problemlərdən, xüsusilə qızların yaşaya biləcəkləri sağlamlıq problemlərindən, mənəvi-psixoloji sarsıntılardan, bunların qarşılığında ala biləcəkləri daha böyük zərbələrdən söz açaraq, şagirdləri təhsil almağa, yaxud hər hansı bir peşəyə sahiblənməyə, öz hüquqlarını bilməyə, yanlış istiqamətlərdən çəkinməyə çağırıblar. Şagirdlərin bir çətinliklə üzləşdikdə çıxış yolunu evdən qaçmaqla və ya digər yollarla həll etməyə çalışmamalı, aidiyyəti şəxslərə müraciət edərək köməklik istəməli olduqlarını izah olunubdur. Bildirilib ki, onlar hər hansı bir şiddətə, zorakılığa məruz qaldıqda 111 və ya 116 qaynar xətlərinə zəng vura bilər, həmçinin məktəb rəhbərliyinin, məktəb psixoloqunun, Ağcabədi rayon İcra Hakimiyyətinin bu işlərdə onlara yardımcı ola biləcəklərini, məxfiliyin qorunacağını bildiriblər. Mövzu ətrafında şagirdlərlə də fikir mübadiləsi aparılıb. Söhbətlərlə yanaşı nümayiş etdirilən erkən evliliyin qarşısının alınmasına çağıran videoçarx bu görüşlərdə şagirdlərə xüsusi təsir edib. Hər görüşün yekununda əllərində erkən nikaha yox deyirik, zərərli vərdişlərə yox, hüquqlarımızı bilək kimi şüarlarla şəkillər çəkdirən şagirdlər bununla qaldırılan məsələlərə dəstəklərini nümayiş etdirərək digər həmyaşıdlarının da bu aksiyaya qoşulacaqlarına inandıqlarını bildiriblər.